İkilik say sistemində verilmiş 1, 0, 1, 1, 1, 0 ədədini 8-lik say sisteminə çevirsək, hansı ədəd alınır? Əvvəlcə mən biləm ki, 8-lik say sisteminin hər bir rəqəmi 2-lik say sisteminin 3 rəqəminə bərabərdir. Yəni 3 rəqəmlə ifadə olunur. Mən necə tapmalıyam bunu? 1, 0, 1, 1, 1 və 0 olaraq yazıram. Daha sonra bunu 3, 3 ayırıram. 3, 3 ayırdıqdan sonra baxıram. Bunları etməliyəm. Mərtəbələrinə görə qiymətlər verməliyəm. Məsələn, baxıram, bu nədir? 1 mərtəbəsidir, bu 2 mərtəbəsidir, bu 4 mərtəbəsidir. Bunu mən haradan baxıram? Məsələn, onluq say sistemində 1, 1, 1 yazdıqda bu nədir? Bu təkliyi bildirir, bu onluğu bildirir, bu nəyi bildirir? Yüzlüyü bildirir. Eyni qaydada buradadır. Biz ikilik say sistemində 1, 1, 1 yazdıqda bu 1-i bildirir, bu 2-ni bildirir, bu 4-ü bildirir. Və bu formada baxıram. 1 mərtəbəsində 1 var, yox, ora 0-dır deyə onu cəmləmirəm. 2 və 4-ü cəmləyirəm. Bura nədir? 6. 1, 2, 4. Eynisini burada da edirəm. 4 ilə 1-i cəmləyirəm. 5. Deməli, mən 8-ci say sistemində hansı ədədi almış oluram? 5, 6 ədədini almış oluram. Bu da məndə cavab olaraq A variantıdır.